Allah Quranda belə danışmır. Əlləzi xələqəl məvtə vəl həyat liyəbluvakum əyyukum əhsənu əməla. Allah ölüm və həyatı yaratdı ki, görsün hansınız daha yaxşı əməl sahibisiz. Görürsünüz, pisdən söhbət getmir. Mən sizə cənnətin dərəcələri arasında seçim eləməyi təklif edirəm. Hansı dərəcəsini seçirsən? Birinci təbəqəsini, ikincisini, üçüncüsünü, Peyğəmbərin yanında olmaq istəyirsən, Əhl-i Beytin yanında olmaq istəyirsən, ağacların içində olmaq istəyirsən, harada olmaq istəyirsən. Denən, özünə uyğun elə bir oteli təklif eləyir ki, bunun hansı otağında qalırsan, bax bu qapı dənizə açılır, bura filan yer açılır. Biz deyirik, yox, zirzəmiyə getmək istəyir. Cəhənnəm o zirzəmidir. Onu bizə təklif eləmirlər. Zirzəmini təklif edirlər oteldə. Ya qazanxanada qalmaq istəyirsən, ya filan otaqda. Qazanxananı təklif eləmirlər. Allahın sözü ancaq o neymətlərdəndir. Gözəlliklər içində seç. Biz gedirik, deyirik, yox, mən hökmən zirzəmiyə gedib qalacam. O da çağırır, adam göndərir, qaytarın buna, başına ağıl qoyun. Bu hara gedir, düşür binanın dibinə. Hey çağırır, yalvarır, yaxarır, getirir. Sonra deyir, Allah qəddardır. Sonra deyir, Allah, bəziləri İslamın Allahı belədir.